Abşeron yarımadasının şimal-şərqində yerləşən kəndlərdən biri də Buzovnadır. Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan bu kənd dənizlə əhatələnib və istirahət üçün çox əlverişli coğrafi mövqeyə malikdir. Təsadüfi deyil ki, orta əsrlər dövründə Buzovna ərazisində Şirvanşahlar dövlətinin yay istirahət məskənləri olub. Özünə məxsus adətlərə, mənəvi və əxlaqi dəyərlərə malik olan Buzovna kəndi qədim tarixi memarlıq abidələri ilə də çox zəngindir. Buzovna özünün tarixi şəxsiyyətləri ilə bu gün də fəxr edir. Kəndin tarixində şərəfli iz qoyan, Buzovnalıların dili ilə desək, xalq qəhrəmanı Hacı İskəndəri kənd cəmaatı böyük iftixarla yad edir. O, ötən əsrin əvvəllərində Azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirən erməni silahlı birləşmələrinə qarşı döyüşdə göstərdiyi şücaətə görə Buzovnalıların fəxrinə çevrilib. Seyid-Əzim Şirvanın Bakı kəndlərinə Buzovna kəndi ilə əlaqəsi var, yaxınlığı. Buzovna kəndində onun oğlu Mir Cəfərin qəbri ki, Seyid-Əzimin şeirlərini oxursunuz. Cəfər, ey nuri didə-i seyyid, qönçə-i növrəsidə-i seyyid, üləma haqqını riayət qıl, əhl-i elmə həmişə hörmət qıl. Demə bu kafir ol müsəlmandır, hər kimin elmi var, o insandır. Bu Cəfər onun oğludur. Həmin Cəfərin qəbri Buzovna kəndindədir. Seyid-Əzimin oğlu Cəfərin. Bakı kəndlərinin gözəlliyindən danışırıq. Heç vaxt Qarabağ yaddan çıxarda bilmərik. Vətən elə vətəndir. Ne sevinmeydi bu qafil, talayıb torpağa düşmən. Yağılar gör neçə vaxtdır eləyib cənnəti məskən. Silahı al ələ, cəng et, vətənin əskərisən sən. Bəlkə bu xalqa, bu torpağa sevinmək ola mümkün. Olacaq xalqıma bayram, Qarabağ azad olan gün. Vətən oğlu, bu əməldən nə səbir var, nə də təmkin. Vətəni sevmək imandandır deyib çünki şəhidin. Arzumuzdur Qarabağ toprağı güllərlə bəzərsin. Başqa bayramda ürəkdən bu qədər olmayaq üzgün, olacaq xalqıma bayram, Qarabağ azad olan gün. Sultanı bu dərdlər ilə qələbə şad edər ancaq. Şuşada, Çıdır düzündə qurulaydı kəşki novraq. Vətən əskəri vüqarla qalaya asaydı bayraq. Millətin arzusu yoxdur, ola bu arzudan üstün. Olacaq xalqıma bayram, Qarabağ azad olan gün. Sağ olun,